Azərbaycan sürətlə inkişaf etməkdədir. Azərbaycan bir çox sahələrdə öz inkişaf modelini ortaya qoyub. Çörəyini hakimiyyətin süfrəsindən yallanmaqla çıxardan trollar kifayət qədər diqqətli olmağa məcburdular. Onlar nəinki hakim ailə başçısının, eləcə də ailə üzvlərinin ən kiçik kaprizlərini diqqətə almalıdırlar. Kimə və hansı tərəfə münasibətlərinin dəyişməsini dərhal qiymətləndirib hərəkətə keçməlidirlər. İlk baxışdan sadə görünən bu əməliyyatın öz çətinlikləri var. Belə ki, iri çaplı trollar bir qayda olaraq zəif intellekt və siyasi şuurla yanaşı, həm də pis yaddaşla fərqlənirlər. Onlar dəmir yumruğu çox ciddi qəbul edirlər. Ulu öndərin və onun layiqli davamçısının xislətini düzgün qiymətləndirə bilmirlər. Məsələn, Makronla son mehribançılıqdan sonra yetim trol başına har anın daşını salmalı olduğu sualı qarşısında çaşbaş qalıb. Düzdür, hayasız trol elementar yaltaqlıqla canını qurtarmağa çalışır. Lakin daha səmərəli fəaliyyət göstərmək üçün ona ulu öndərin həyat və yaradıcılığından bir faktı xatırlatmaq istəyirik. Ulu öndərin KGB-də fəaliyyət göstərdiyi illərdə SSR rəhbərliyindən olan Podgorno Azərbaycana gəlir. Balıq tutmaq üçün onu Hacıkənd tərəfə yollayırlar. Hörmətli qonağın səfərinin təşkili ulu öndərə həvalə edilir. Həmin səfərin təşkilində iştirak edənlər sonradan utanmadan, hətta fəxrlə danışırlar ki, qonağı razı salmaq üçün ulu öndərin tapşırığı ilə dalğıcılar suyun altında onun tilovuna balıq keçirsinlər. İnanmayanlar bu faktı uzun illər elə bu hakimiyyətin deputatı və səfiri hörmətli Elmira Axundovun 3 ilədiliyindən, eləcə də Mehriban Əliyevanın əmsi Hafiz Paşayevin bir səhvinin xatirələri kitabından əldə edə bilərlər. Xislət bax budur. Qonağın tilovuna dalğızla balıq keçirmək SSR və dünya rəhbərləri qarşısında bu ailənin çıxardığı saysız haqqalardan biridir. Ona görə də hörmətli trollar canbaşla fəaliyyət göstərərkən qazı çox basmasınlar. Bugün televiziya ekranlarında kişnəyən dəmir yumruğun səhnə arxasında hansı çətin anlar keçirdiyi yalnız onun özünə və yaxın ətrafına məlumdur. Sonda ənənəvi şərq didaktikasına keçid alaraq bildirək ki, xislət dəyişmir. Sizin bütün yalaqlıqlarınız, alçalmağınız hakim ailəni və onun sadiq xidmətçilərini əsla maraqlandırmır. Bu dünyanın azsaylı gözəl cəhətlərindən biri də odur ki, siz zərbəni öz ağalarınızdan alacaqsınız. Əks təqdirdə dünyanın qanunları pozular və xiyar əyri bitərdi.